Yenə mən və yenə bir mil videosu. Bugün hansı mil kartından danışırıq? Premium Bank All Miles kartından danışırıq. Deməli, bugün öz təcrübələrimi sizlərlə bölüşmək qərarına gəldim. Çünki artıq 3-4 aydır ki, mən Premium Bankın aktiv müştərisiyəm. İlk olaraq qeyd edeyim ki, mən Premium Bankın Air Miles kartını istifadə edirdim. Burada gördüyünüz kimi. Hətta yəni All Miles deyil, bu köhnə kart olduğu üçün Air Miles yazılmağa davam edib. Sonradan Premium Bank markalaşmanı dəyişdi. Belə deyək, All Trips, All Miles Premium Bankın alt çatısında oldu, belə deyək. All Trips də onların səyahət acentəsidir, səhv eləmirəmsə. All Miles'a keçid elədim. Nələr dəyişdi həyatımda? Artıq aylardır istifadə edirəm. Bu gördüyünüz Premium kartı aldım. Lakin bu kartı necə aldım? Mən bu karta ödəniş vermədim. Çünki mənim dövrümdə xaricə təhsil alan tələbələrə bu kart ödənişsiz təqdim olunurdu. Və mən də getdim, öğrencilik, tələbəlik arayışımı təqdim elədim. Şəxsiyyət vəsiqəmlə birlikdə yaxınlaşdım. Sifarişi tamamladılar. Sonra da təhvil aldım, yəni. Çox da çətin bir proses deyildi. Lakin bugün bu kartlar kampaniyaya giribdi. Normalda bu qiymətlərə deyil. 62 manat 50 qəpik dedim kartın qiymətini, amma normalda kartın qiyməti yəni 100-120 manatdır və mənim sonradan sifariş verdiyim Visa Signature kartı da həmçinin bu dəqiqə 125 manatdır. Normal qiyməti isə qeyd olunduğuna görə 250 manat imiş 3 illik və bu bahar kampaniyasıdır. 19 marta kimi davam eləyir və mən bunu paylaşanda böyük ehtimal ki, kampaniya bitiminə çox az qalacaq və yaxud da bitmiş olacaq. Kart çox gözəl kartdır. Dizaynını da çox bəyəndim. Yəni çirkin bir kart deyil açığı. Özəllikləri də yəni Visa Signature olduğu üçün Visa'nın Premium Signature üçün olan özəlliklərin hər biri keçərlidir. Lakin 500 manat dövrə eləmək lazımdır təbii ki. Mən kartı Premium özəlliklərinə görə almamışam. Mən kartı ümumi mil üçün almışam. Çünki mil qazanımı belə deyim, azalda necə idi? Azalda mil qazandın. Sadəcə Azərbaycan hava yollarının uçduğu destinasiyalara ala bilirsiniz və üzərində əlavə vergi ödəyirsiniz ki, yəni bu vergilərdə can sıxıcıdır, belə deyim. Çünki məsələn deyirəm, mən bu bahar kampaniyasında Azərbaycan hava yollarından mil bileti aldım. Hansı ki, Bakı-İstanbul 5-6 min mil ödədim, səhv eləmirəmsə. Üstünə də yəni 38 dollar, 36 dollarımı vergi ödədim. Yəni bu verginin mənası nədir? Mən bu boyda dövrə eləyib pul xərcləmişəm də, düzdürmü? Mən niyə bir dəstə vergi ödəyirəm? Bu saçmalığı kim çıxardı ortaya? Biri mənə anlatsın yəni. Vergini də millə ödəmək istəsən 6-7 min, bəlkə də daha çox da ona mil istəyir yəni. Çox təxirəsizdir, çox. All Miles'da yığdığım millərlə bir çox aviakompaniyanın, hava yolunun biletinə dəyişmək olur milləri və əlavə vergi ödəmədən. Ən sevdiyim və kartı əldə edərkən Signature kartda 400 mil, digərində isə 300 mil hədiyyə verilir. Yəni mənim Platinum indi göstərdiyim kartda. Və hər dövriyədən bu Platinum kart üçün 6 manata 1 mil ölkə xaricində, ölkə daxilində isə 8 manata 1 mil verilir. Digər kartda isə, yəni bahalı olanda 7 manata 1 mil, ölkə xaricində isə 5 manata 1 mil verilir. Yəni deyəsiniz ki, bu nədir? Yəni bu çox axı istəyir də dövriyəni də deyəsiniz. Amma tövsiyə edirəm ki, All Miles'ın application'ı açıqlamada da qoyacağam. Yükləyin, baxın, millə alışlar sərfəlidir. Yəni üstəlik dediyim kimi vergi də ödəmirsiniz, cibinizdən bir qəpik çıxmadan toparladığınız millərlə istədiyiniz bir çox destinasiyaya münasib millərlə bilet ala bilirsiniz. Yəni mənim də dediyim kimi Premium Banka keçməkdə əsas məqsədim buydu. Çünki mən cashback kartı adamı deyiləm də, yəni heç vaxt olmamışam. Yəni cashback mənə çox maraq dairəmdə deyil. Ona görə də yəni mil qazanmaq daha məntiqli gəlir mənə. Çünki yəni məsələn cashback'i belə düşünün də. Cashback'i banklar hər ay, hər il keyfi kahyasına görə dəyişir. Mənim 3% qazandığım məsələn səyahət cashback'i var idi. Dönəmdə istifadə edirdim də arada. 3%li cashback oldu 2.5 olur 2, birində belə olur, birində elə olur. Keyfinə görə dəyişə bilir. Bu isə belədir ki, yəni bilirsən ki, hər 6 manata və yaxud da 5 manata ölkə xaricində 1 milimi qazanıram yəni. Bunu artıq dəqiq bilirsən. Hər ay belədir bu. Bu arada bunu da qeyd eləyim buradan. ABB 1.7136 dediyim valyutanı 1.7190 eləyib yəni. Baxın, ürəyimi partlatdılar mənim. Yəni bu artıq son bardağı taşıran son damlaydı deyə bilərəm yəni.
O qardaş, neyniyəsiniz? Bundan sonra 1.72, 1.73 artır, hara kimi gedəsiniz yəni? Yəni dollar məzənəsindən nə istəyirsiniz? Premium Bankda dollar məzənəsi ölkə xarici ödənişlərdə 1.70 1.78 səhv eləmirəmsə. Arada dağlar qədər fərq var. Təsəvvür edin, keçən dəfə 40 dollarlıq, 45 dollarlıq ödəniş eləmişəm. Mən o ödənişi əgər ABB kartımla eləmiş olsaydım, hələ ən minimum ödənişdən danışıram da, Premium Bankla arasında 50 qəpik fərq var. Yəni təsəvvür edin, 40 dollar yox, mən 400 dollar ödəsəydim, arada 5 manat fərq olacaq dollar məzənəsində. Yəni çox dəxilsiz fərqdir. Yəni mən niyə bu qədər sizə əlavə ödəniş eləməliyəm ki, yəni sizin kartınızla mən 1000 manatlıq kartdan söhbət gedir, qardaş. 1000 manatlıq kartda 1.71.90 dollar ödəyəcəm. Üstə gəl, bu xərclədiyim puldan qazandığım 1000 ilə də bilet alanda əlavə vergi ödəyəcəm. Yəni siz lap adamı dolamısınız. Yəni mənim ətrafımda ölkə xaricində kart olaraq ABB istifadə olunur. Biraz kapital istifadə edib peşman olanlar var, məcbur olub kapital istifadə edənlər var. Belə yəni ABB-dir. ABB də belə eləyəndən sonra nəyə? Alternativ banklara yönələcək hamı. Gedəcək Bank Respublikaya, köhnə videomda danışdığım kimi, gedəcək Yola Banka. Ya biz niyə ABB-dən qalmaq məcburiyyətindəyik ki? ABB-də komissiyasız köçürmə var. Vay canım, vay. Nəyə yəni? Siz komissiyasız köçürmə verirsiniz ya 1.72-dən dollar hesablayasınız. Qəribə adamlar deyə valla. Türk lirəsi məzənəsi onsuz da biabırçılıqdır, bütün banklarda biabırçılıqdır. Təcrübələrimə əsasən, yəni yaşadığım bütün təcrübələri dəyərləndirərək dedim ki, mən artıq All Miles Visa Signature kartına keçirəm. Yəni aktiv olaraq bunu istifadə edəcəm. Ümid eləyirəm ki, müsbət cəhətləri olduğu kimi qalar, davam eləyər. Milləri abartı mil qiymətlərindən satış eləməzlər aviabiletlərdə və bu 2 qat mil kampaniyalarını çoxaldarlar. Məsələn, 8 martda 2 qat mil kampaniyası elədilər, lakin sadəcə 8 martın özündə və ayın 7-si xəbərimiz olur. Səhv eləmirəmsə belə bir şeydir. Yəni bunu eləyin 7-si, 8-i, 9-u da, 7-si də hədiyyəsini alan alsın, 8-i də alsın, 9-u da alsın. Yəni nə olacaq ki? Yəni biraz simic davranırlar. Amma partnyorları var. Bunda nəzərə alın ki, partnyorlar sayəsində BHT var məsələn, aviabilet alırsa Bakı Holiday Travel-dan alanda normal milinizə əlavə hər 9 manata da 1 mil əlavə verəcək. Yəni bunu düşünün yəni. O baxımdan məncə Premium Bank heç pis deyil. Yəni dediyim kimi bir köçürmə problemi var. Köçürmək üçün mən nə edirəm? Alternativ olaraq sizə də tövsiyəm var. Məsələn, məndə ABB-də bilirsiniz ki, 20 min köçürmə limitim var və mən bu köçürmə limitini istifadə edirəm. Necə? Top-up'a basıram ABB-də. Sonra Google Pay-i seçirəm və Premium Bankdan lazım olan məbləği köçürürəm. Heç bir komissiya Premium Bank tutmur. Və oradan da hara istəyirəm köçürürəm, harda istəyirəm nağdlaşdırıram. Yəni bu şəkildə eləyirəm. Tövsiyəm sizə də bu şəkildə. Yəni M10 istifadə edirsinizsə, pulunuzu M10-a çəkin, M10-dan köçürmə və yaxud da nağdlaşdırma edin ki, M10-u mən çox tövsiyə eləmirəm. Amma yəni komissiyasız köçürmə nağdlaşdırma eləyəcəyiniz o qədər adi kart var da, yəni ödənişsiz. Birini alın eləyin. Nağdlaşdırma da sadəcə Premium Bankın ATM-lərindən 2000-4000 manat səhv eləmirəmsə kartların səviyyəsinə görə. Yəni Premium Bankın ATM-si az olduğu üçün yenə nağdlaşdırmada məcbur bu bayaq tövsiyə elədiyim üsullara əl atmalı olacaqsınız. Onun xaricində kartın üstünlükləri, yəni mil tərəfində üstünlükləri çox gözəldir. Premium cəhətlərdə onsuz da Visa-nın təqdim elədiyi premium cəhətlərdir. Yəni mənim üçün çox da yəni müsbət, mənfi deyəcəyim bir şeyləri yoxdur. Bu arada qeyd eləməyi unutdum. Premium Bankın Visa Signature kartını əldə edəndə yanında mənə hədiyyələr təqdim elədilər. Bura şəklini qoyun. Bloknot idi, səhv eləmirəmsə. Bir ədəd stəkan idi və not üçün vərəqlər qoymuşlar. O da çox gözəl idi. Həm də stəkan altlığı da var idi, səhv eləmirəmsə. Təqdim olunan hədiyyələr də gözəl idi. Kartın özündə dizaynı gözəl idi. Yəni təcrübələrim müsbət yöndədir hələ ki. Yəni uzun müddətli təcrübələrimi də sizlərlə paylaşacağam inşallah. Video bura qədər idi. Suallarınız varsa aşağıda qeyd edin, köməklik göstərməyə çalışacağam. 19 marta kimi kartı endirimli şəkildə aşağıda yerləşdirdiyim linkdən sifariş verə bilərsiniz. Videoda reklam yerləşdirməsi yoxdur, xəbəriniz olsun. Videonu bura qədər izlədiyiniz üçün təşəkkürlər. Sonraki videolarda görüşənədək sağ olun.